Salam, hər vaxtınız xeyir olsun. Bugün mən sizlərə Murad Rəşidovun ədəbiyyat vəsaitindən daha bir mövzunun izahını təfərrüatlı şəkildə çatdırmağa çalışacağam. Bugün Çingiz Aytmatovun seçilmiş əsərlərinin izahına baxacağıq. Qeyd edim ki, Çingiz Aytmatovun çox maraqlı deməli əsərləri bizim çərçivə sənədimizdə yer alıb. Mən də bu yazıçının əsərlərini, yaradıcılığını çox sevirəm. Ona görə də sevərək bunları sizə izah edəcəyəm. İzahlara keçməmişdən əvvəl qeyd etmək istəyirəm ki, mənim Azərbaycan dili və ədəbiyyat MİQ sertifikasiya qruplarım aktivdir. Yanvar ayından etibarən biz sıfırdan yenidən dərslərə başlamışıq. Kimlər istəsə əlaqə saxlaya bilərlər. Baxırıq birinci suala. 1. Fikirlərdən biri Boranlı Yediqey üçün səciyyəvi deyil. Müdrik, dərin düşüncəli, zəhmətkeş bir obrazdır, doğrudur. Soy kökünə bağlıdır, bəli. Yediqey, Sabitcan, Tansıkbayev kimi obrazlardan fərqli olaraq öz soy kökünə bağlı olan obrazı idi. Həyat çətin sınaqlar ilə özləşdirmişdir, doğrudur. Həyatda müharibə görmüş, zəngin həyat təcrübəsi var, bəli. Bu 1941-45-ci ildə baş verən 2-ci Dünya müharibəsi idi və qeyd edim ki, Boranlı Yediqey kimi bizim oxuduğumuz əsərlərdə müharibədən sağ qayıdan Talvar hekayəsində Əlabbas kişinin oğulları da var idi. Bu fikir də doğrudur. Qazanqapa verdiyi sözü çətin sınaqlarla üzləşsə belə yerinə yetirə bilir. Bu yanlışdır. Çünki Qazanqapın vəsiyyəti o idi ki, ana beytdə dəfn edilsin və bunu bacarmır Yediqey. Amma Qazanqapdan fərqli olaraq Azad hekayəsinin qəhrəmanı Azad istədiyi yerdə dəfn edilir. Yəni vəsiyyətinə əsasən. Aytmatovun Gün var əsrə bərabər əsərində bu obraz ana beyt qəbirstanlığa sadəcə ölü bastırılan yer kimi baxmır. Bu qəbirstanlıq onun üçün bir xalqın tarixidir, milli mənəvi dəyəridir. Əlbəttə ki, bu Yediqey üçün belə idi. Nöqtənin yerinə yazılacaq fikirləri müəyyən edin. Jolaman obrazı Sabitcandan fərqli olaraq milli mənlik şuurundan məhrum olunub. Bu yanlışdır. Yəni Sabitcanda belə idi və Jolaman bundan, yəni milli mənlik şuurundan könüllü şəkildə məhrum olmamışdır. Müəllifin ona qəzəb və nifrəti əks olunmur. Bu doğrudur. Müəllif onu ata-anadan məhrum olmuş yetim uşağa bənzədir. Biz bunu daha çox aid edirik Tansıkbayev və sonra Sabitcana. Yəni Sabitcandan fərqli olaraq deyə bilmirik. Öz kökünü könüllü olaraq unudub, könüllü olaraq unudan Sabitcan idi. Zorla yaddaşından məhrum edilib, bəli, bu da doğrudur. 2 və 5-i biz doğru cavab kimi götürürük. Manqurt əsərinə aid deyil. Tarixi yaddaşa münasibət probleminə həsr edilmişdir, doğrudur. Manqurt keçmiş haqqında düşünməkdən məhrum olmağın simvolu kimi verilmişdir. Bu da doğrudur. Manqurt yaddaşsızlığın rəmzi kimi təsvir edilib, bəli. Manqurt üçün əcdad, doğma ocaq, vətən, ana yoxdur. Bəli, bu kəlmələri alır. Artıq o unudub, yadlaşıb bu cümlələr, ifadələr ona. Manqurtun qorxduğu heç bir şey yoxdur. Bu ifadə yanlışdır. Çünki Manqurt başından o papağının götürülməyindən çox qorxurdu. Aytmatovun Gün var əsrə bərabər əsərində Sabitcan, Cəlil Məmmədquluzadənin Anamın kitabı əsərində qardaşlar üçün ortaq cəhət, soy kökünə bağlılıq bu ortaq deyildi, əksinə uzaqlaşmışlar. Ata-anaya hörmət etmirdilər. Yəni Sabitcanda belə bir məqam ümumiyyətlə yoxdur. Yazıldığı ədəbi növün eyni üslubda olması, biri romandır, digəri dram əsəridir və eyni üslubda deyildi. Hər bir hadisəyə insanlıq və vicdan meyarı ilə yanaşır, bu yanlış. Milli mənəvi dəyərlərə biganədirlər. Bəli. Zadənin Qurbanəli bəy və Aytmatovun Gün var əsrə bərabər əsərlərinin forma xüsusiyyətləri ilə bağlı ortaq cəhətləri müəyyən edin. Ortaq olmalıdır və forma xüsusiyyətləri ilə bağlı olmalıdır. Diqqət yetiririk indi. Müəllif təhkiyəsinə əsaslanır. Bəli, biz bunu doğru götürə bilərik. Sonra milli mənəvi dəyərlərdən uzaqlaşanlar tənqid edilir. Bu onun forma xüsusiyyəti deyildi. Epik növün kiçik həcmli janrlarındandır. Heç də kiçik həcmli janrlarından deyildi. Sonra süjet xəttinə malikdir. Bəli, bu doğru fikirdir. Yadilli ağaların hökmündən söz açılır. Bu onun məzmununa aid olan fikirdir. 1 və 4-cü fikirləri biz doğru götürəcəyik. Əsərlər əsasında müqayisə cədvəlindəki yanlış fikirləri müəyyən edin. Xurşidbanu Natəvan Gün var əsrə bərabər. Hadisənin baş verdiyi yer və zaman məlumdur. Bu Gün var əsrə bərabər əsərinə də aid olan məqamdır. Yer və zaman bəli, Boranlı ərazisi və digərində isə Qarabağ idi. Hadisənin baş verdiyi zaman da məlumdur. Xanlıqlar dövrüdür. Gün var əsrə bərabərdə də müharibədən sonraki dövrləri əhatə edir. Müəyyən qədər bəli, müəyyən edə bilirik, təxmin edə bilirik biz dövrü. Bir yanlışdır. Ona görə də vətənpərvər mübariz qadın obrazı önə çəkilir. Bu aiddir Natəvana, yəni yalnız bu əsərə doğrudur. Doğma dilinə biganə münasibət bəsləyən obraz tənqid edilir. Bu yanlışdır. Çünki bu Natəvan əsərində də, Xurşidbanu Natəvan əsərində də var. Milli yaddaşın itirilməsi əsas problem kimi qaldırılır. Milli yaddaşın itirilməsi bu əsərə aid olan fikir idi. Ona görə yeri doğru. 4 variantlardan çıxa bilərik.
4-ü çıxırıq, 1 və 3-ü götürə bilərik, 1 və 3. Sonra baş qəhrəmanın mübarizə aparmasına təkan xalqının ağır həyat şəraiti olur. Bu fikrə diqqət yetirək. Xurşudbanu Natəvana bəli aiddir. Xalqının şəraiti deməzik, yəni o sadəcə milli dəyərlərdən çıxış edirdi. Yəni bu ifadəni yanlış götürməliyik biz. Nigah toplamasından istifadənin arxasında müəyyən məqsədlər gizlənib. Bu da aiddir Xurşudbanu Natəvan əsərinə. Yəni cavab burada olmalıdır. Yəni bu ifadə yanlışdır. Cavab burada olmalıdır. 1, 3, 5, 6. Nəzərə alsaq ki, bu vəsaitdə bir sıra cavablar, yəni ard-arda izah etdiyim 3 testin, 4 testin cavabında fərqlilik var. Yəni mənim götürdüyüm cavablara əsasən götürərsiniz ki, sizə tam aydın olsun variantlar. Manqurt əsərinə aid doğru fikirləri seçin. Nayman ananın ölümündən sonra müəllif Jolamanı ananın yaylığından düşən Danenbay quşu vasitəsilə xatırladır. Yəni belə başa düşək ki, bu variantı Nayman ana öləndən sonra onun başından şal açılır və quşa çevrilmiş olur və bu quşun adı Jolaman deyildi. Bu quşun adı oğlanın atasının adı ilə adlanırdı və bu da Danenbay quşuydu. Yəni bu ifadədə bəli doğruluğu götürə bilərik. Sövdəgərlərin söhbətindən sonra Nayman ananın qəlbinə bir qığılcım düşür. Bu da doğru ifadədir. Manqurtlar bütün yaddaşdan məhrum olur. İstəyirəm bu ifadəyə diqqətli olaq. Bütün yaddaş deyəndə zehni şəkildə bəli, bütün yaddaşdan məhrum olmuşdu. Sonradan manqurtun öyrəndikləri, yəni sonrakı yaddaşına aid olan məqamlardır. Məsələn, o sürünü tanıyırdı, o ağasını tanıyırdı, kimə yəni qul olaraq işləyirsə, kimin belə deyək quludursa, kimə tabi olmalısa bunları tanıyırdı. Yəni bu onun əvvəlki yaddaşına aid olan məqamlar deyil, sonradan sıfırlanan beynindən sonra yarananlardır. Amma bütün yaddaş ifadəsinin içində onun əvvəl malik olduğu əl yaddaşı var idi, əl vərdişi. Və yəni bütün yaddaşın içində əl vərdişi ifadəsi də daxil olduğu üçün əl yaddaşı, bütün yaddaşdan məhrum olur sözü yanlışdır. Manqurtlar kim olduğunu, hansı nəsildən, hansı qəbilədən olduğunu xatırlamırlar, bu doğrudur. Manqurtlara ana laylası belə heç təsir etməzdi. Orada belə bir cümlə keçir. Layla manqurtun xoşuna gəlmişdi. Və deyir manqurtun üzündə ilıq bir halət yaranmışdı. Deməli, təsir edirdi. Doğrudan da çox acı yəni hissələrdir, təsirli hissələrdir o hissələr. Daha sonra və biz burada cavabı 1, 2, 4 götürürük. Cavab olur D variantı. Aytmatovun Manqurt əsərinə əsasən nöqtələrin yerinə yazmaq olmaz. Manqurt dilsiz, ağızsız heyvan kimi idi. Doğru. Müti və təhlükəsiz idi. Bu da doğru. Gizli niyyətlərə düşməzdi. Əslində manqurt, bəli, gizli niyyətlərə düşməzdi. Yəni bu ifadədə doğruluq var. Bu ifadədə doğruluq var. Təklikdən və tənhalıqdan şikayət etməzdi. Doğrudur. Müəllif tərəfindən ata-anası olan yetim adlandırılırdı. Bu ifadə yanlışdır, çünki biz bunu Tansıkbayev və Sabitçana aid edəcəyik. Yəni müəllif belə hesab edirdi. Atası onun dərdindən həyatını itirir. Baxın, bu ifadə yanlışdır. Atası onun dərdindən yox, müharibə zamanı, yəni janlarla mübarizə, döyüş vaxtı həyatını itirmiş olur. Venn diaqramına əsasən uyğunluğu tapın. Manqurt Nayman ana. Yeməkdən başqa dərdi yox idi. Bu manqurta aiddir. 1-ə A gedəcəkdir. Qarşılaşdığı çətinliklərdən ümidini itirmir, sona qədər mübarizə aparır. Bu anadır. Yaşadığı yurda basqına məruz qalır, yaşadığı yurt. Bəli, bu ortaq cəhət kimi götürülə bilər, çünki hər ikisinə aiddir. 3-də C-ni yazsaq, bütün variantlara uyğundur. 2-də B-ni yazsaq, bu da uyğundur. Sahibinin əmri onun üçün hər şey idi. Manqurta aid olan fikirdir. 1-də A, D-ni yazmalıyıq. Deməli, bu variantları çıxa bilərik. Ümumiyyətlə çalışın ki, çıxa tapın imtahanda da. Yəni variantlara çıxaraq daha rahat tapmaq olar. Faciəli taleyi insanda kədər və təəssüf hissi yaradır. Biz bu ifadəni, ümumiyyətlə faciəli taleyi ifadəsini hər ikisinə aid edə bilərik, düşünürəm ki. Çünki nəticə olaraq Nayman ana da faciəli bir taleyi yaşayır. Oğlu tərəfindən öldürülür, oğlundan uzaq düşür. İllərlə, yəni onun həsrəti ilə, yəni böyük bir zaman fasiləsində oğlunun həsrəti ilə yaşayır. Yəni belə idi, faciəli bir taley idi. Eləcə də manqurt üçün də faciəli taley hesab edərik. Yəni düşünürəm ki, Y ortaq fikirdir. Ona görə cavab olmalıdır B variantı. 1AD, 2B, 3CY. Uyğun cavabımız da var. Aytmatovun Gün və Rəsrə bərabər əsərində Tansıkbayevin öz millətinə faydalı bir insan kimi yetişmədiyi hansı məqamlarda daha qabarıq üzə çıxır? Anabeyt qəbirstanlığına gedənləri yad adamlar adlandıranda bəli. Sabitcanla Yedigeyin söhbətində bu məqamı biz görmürük, yəni sırf Tansıkbayevdən söhbət gedir. Boranlı Yedige ilə rus dilində danışanda bəli, biz bunu da doğru cavab kimi götürə bilərik. Sonra
Keşikçi ilə dialoqunda bunu tam olaraq görmürük. Sabitcanla dialoqunda bu da aid deyil. 1 və 3 bizim doğru cavabımızdır. Aytmatovun Gün və Rəsrə bərabər əsərində hansı məqamlar müəllif mövqeyini əks etdirir? Müəllif mövqeyini əks etdirmək əsərin ideyasının önə çıxdığı məqamlarda, yəni görünmüş olar. Yediyeyin ana beyt qəbristanlığına münasibəti bəli, müəllifin mövqeyini əks etdirə bilər. Ukubalanın Qazanqapın ölüm xəbərini gətirməsi xeyr, bu əsərin gedişatında, süjet xəttində əksini tapan məqamdır. Yediyeyin Sabitcana elin adət ənənəsini izah etməsi doğrudur. Cuma Əlinin əmrləri sözsüz yerinə yetirməsi bu ifadə yanlışdır. Danilbay quşunun bu həşir qiyamət içində insanla yanaşı uçaraq ondan keçmişini soruşması bəli, bu ifadə də doğrudur. 1, 3 və 5 olmalıdır cavab C. Aytmatovun Gün və Rəsrə bərabər əsərində Yediqey ilə münasibətdə konfliktin digər tərəfi olan obrazla bağlı doğru fikri müəyyən edin. Konfliktin digər tərəfi dediyi üçün biz Cuma Əlini çıxırıq variantdan, Qazanqapı çıxırıq, Əli bəyi çıxırıq. 1, 3, 4-ü cavabdan rahat çıxırıq. Cavabımız qalacaq 2 və 5, amma yoxlamalıyıq. Sabitcan öz rahat işinə qayıtmağa can atır, doğrudur. Və 5, öz doğma dilində danışmaq istəmir, Tansıqbayev. Bəli, bu ifadə də doğrudur. Cavab oldu C variantı. Manqurt əsərinə əsasən doğru fikirləri müəyyən edin. İnsanlığa kimliyini və keçmişini unutturmaq ən böyük cinayətdir fikri qırmızı xətt kimi keçir. Bəli, biri doğru götürə bilərik. Sonra Juanjanlar qeyri-insani əməllər törədir. Bu da doğrudur. Təsvir olunan hadisələr yalnız uzaq keçmişə aiddir. Bu ifadəni biz yanlış götürəcəyik. Danilbay quşu yalnız yaddaşdan məhrum insanlara səslənir. Bu da yanlışdır. Hər kəsə. İnsanın öz keçmişinin unutmasının acı nəticələri əks olunur. Bu da doğrudur. 1, 2, 5. Aytmatovun Gün və Rəsrə bərabər əsərinə əsasən uyğunluğu müəyyən edin. Qazanqapın ölümü və dəfni ilə bağlı baş verən hadisələrə əsərin qəhrəmanlarının fərqli münasibəti cəmiyyətdə mövcud olan bir sıra problemləri aşkara çıxarır. Bəli, əslində hadisələrin əsas mahiyyətinin açılmasının başlıca mənbəyi nədir? Qazanqapın ölümüdür. Yəni Qazanqapın ölümünün nəticəsində Yediqey başlayır o hadisələri bir də təkrarlamağa, düşünməyə, yəni onları beyninin süzgəcindən keçirib xatırlamağa başlayır. Hər şey Qazanqapın ölümündən, həmin xəbərdən başlayır. Əsərin mərkəzində qloballaşma dövrünün doğrunu oxuyaq əvvəlcə. Deməli, bir doğru oldu, bunları çıxdıq. Sonra adət ənənələri, dəyərləri qoruyub saxlamaq istəyənlərin arzusu, yaddaşsızlıq mərəzinin qurbanları, manqurtluğu təmsil edənlər tərəfindən etirazla qarşılanır. Bəli, məsələn Sabitcan. İkini də biz doğru götürə bilərik. Əsərin mərkəzində qloballaşma dövrünün ağırlı bir məsələsi, milli yaddaşın itirilməsi problemi durur. Doğru fikirdir. Yazıcı manqurt oğlun öz anasını öldürməsi haqqında qədim əfsanəni xatırladır. Bu da doğrudur. Uyğunluq dediyi üçün doğrudan doğru 1 və 2, yanlışdan isə heç birini götürmürük. Cavab oldu C variantı. Klass yeri tamamlaya bilən fikirləri tapırıq. Manqurt əsərində qəlbi ümidlə parlayan ana obrazı yer alıb, doğrudur. Övladı tərəfindən ananın həyatına qəsd edilir, düz. Ananın övladını oxuduğu Laylanın heç bir təsiri olmur, yanlışdır. Juanjanlar manqurtun canına qorxu salmağa çalışırlar, bəli, deyirlər ki, o sənin anan deyil, o sənin başından papağını çıxarmağa gəlib. Deyirlər ki, heç bilirsən o niyə gəlib və manqurt da niyə görə buna inanır? Çünki ana ilk dəfə manqurtla qarşılaşanda əlini onun başına atmışdı. Deyirdi ki, ana, baxım görüm deyir, sənin başına nə oyun gətiriblər bunlar? Yəni Juanjan ani həmin məqamı xatırlayır və deyir ki, ürəyində. Yəni elə düşünür ki, bəli, doğrudan da o mənim başımdan papağımı almağa gəlib. Çıxarmağa gəlib, başımı buğa verməyə. Ananı cəzalandıra bilməyən Juanjanlar ürəklərini soyutmaq üçün manqurtu döyürlər. Doğrudur. Ana onu hansı taylə gözləyəcəyini bilərək dəvə sürüsünə yaxınlaşır. Bunu təyin eləməmişdi ana. 1, 3 və 4 olacaqdır bizim cavabımız. Burada variantlarda öz əslini tapmayıb. Gün və Rəsrə bərabər əsərində qarşılaşdırılmır. Soy kökə bağlılıq, yaddaşsızlıq qarşılaşdırılır. Mərdlik, namərdlik yox idi. Adət ənənələrə hörmət, biganəlik var idi. Düzlük, saxtakarlıq yoxdur. Təəssübkeşlik, laqeydlik, bəli, bunu görə bilərik. Qarşılaşdırılmır dediyi üçün 2 və 4-ü götürəcəyik. Əsərləri ilə bağlı doğru fikri müəyyən edin. Əsəri maraqlı edən səbəblərdən biri də ustalıqla yazılmasıdır. Bu həm də digərinə də aiddir. Gəlin baxaq indi. Burada düzdür, ortaq xanası verilmir və bu tip testlər 2 fərqli formada cavab olaraq götürülə bilər. İndi baxaq görək, bu bağlılıq, ortaqlıq olaraq düşünülür bu test, yoxsa konkret manqurtun altında verilibsə, manqurta aid olan cəhət kimi. Bunu tutaq ki, doğru götürdük. Çünki manqurta aiddir. Ana övladı üçün hər bir fədakarlığa hazırdır. Bu da manqurta aid cəhətdir. Ana övladının ona qəsd edəcəyini gözləyirdi. Belə bir ifadə yoxdur, yəni gözləmirdi. Ani baş verir həmin məqam və ana görür oğlanı
Sadəcə atma deyə bilir, amma artıq iş işdən keçmişdi. Yedigeyə görə Nayman ana Malkam Dişapda oğlu üçün Layla oxuduğu üçün burada müqəddəsdir. Bəli deyir ki, Nayman ana oğluna burada ağı deyib, yəni burada ona görə müqəddəsdir. Fikir doğru. Yedigeyə Sabitcanın gec-tez öz səhvini anlayacağına inanır. Belə bir ideya düşüncəsi olduğunu görmürük. Yazıcı qloballaşma prosesinin gətirdiyi başlıca problemlərə toxunmuşdur. Bu da doğrudur. 1, 2, 4 və 6-nı götürmək olar cavab kimi. Manqurt əsərinə əsasən doğru fikirləri müəyyən edin. Yəni burada yəqin ki diqqət yetirdiniz. Ortaq xanası yoxdur və manqurtun altında yazılan fikir təkcə manqurta aid ediləcəkdir. Yəni bu hissəyə. Yəni birdə olan fikir əgər burada ortaq xanası da olsaydı, həm də ikinci əsərə aid olduğu üçün yanlış götürüləcəkdi. Hal-hazırda isə doğrudur. Manqurt əsərinə əsasən doğru fikirləri müəyyən edin. Əsərin başlıca ideyası insanın kimliyini və keçmişini unutturmaq ən dəhşətli cinayətdir, bəli, götürülə bilər. Müharibədə əsirlərlə amansız rəftar yol verilməzdir. İdeya deyildi bu. İkini cavabdan çıxaq. Biri götürdük. Ana üçün övlad məhəbbətindən müqəddəs heç nə yoxdur. Bu da ideya olaraq yəni götürülmür. Əsas yəni kimlik məsələsi idi burada. Biri götürdük. Müəllifin mövqeyini ifadə edən sözlər. Adını yadına sal. Gör sənin adın nədir? Bəli, bu ifadə doğrudur. Çünki əsas ideya nə idi? Yaddaşın geri qaytarılmağı. Və ananın ilk sualı nə olur? Deyir ki, məni tanıyırsanmı? Yəni bir övlad, hətta təzə doğulan bir körpə uşağı, yəni canlandırın təsəvvürünüzdə. O nə danışa bilir? Yəni heç nə hiss eləməyən bir körpə uşaq belə, danışa bilməyən bir uşaq belə ananı göz yaddaşı ilə, yəni tanıyır. Ananı hiss edir, tanıyır. Yəni nəyi tanımasa, kimi tanımasa belə ananı tanıyır. Ona görə ana bu sualı verir ki, onun bəlkə yatmış, sıfırlanmış beynində nəsə bir qığılcım oyana. O da alınmır. Bəs atanın adı nədir? Özün kimsən? Kimlərdənsən? Bəli, bunu da biz ideyaya köməkçi ifadələrdən götürə bilərik. Nə soruşursan, dinmir. Bircə nə soruşursan, dinmir. Bircə hə bilir, bir də yox. Bu da sövdəgərlərin ifadəsidir. Yəni burada ideya öz əksini tapmayıb. 1, 4, 5-i doğru cavab kimi götürdük. Nöqtələrin yerinə yazıla bilməz. Gün var, əsrə bərabər əsəri. Müəllif təhkiyəsinə əsaslanır, doğrudur. Romandır. Hadisələrin geniş təsvir olunduğu janrda yazılıb roman, doğru. Müəllif hadisələrə müdaxilə edə bilmir. Bu yanlışdır, çünki roman epik növün janrı olduğu üçün yəni müdaxilə edilə bilər. Drama əsərinə aiddir ki, müdaxilə edilə bilmir. Amma dramatik növdə yazılan əsərdə müəllif öz düşüncə və yəni fikirlərini monoloq və dialoqlarda çatdırmış olur. İskəndərnamə əsəri ilə eyni ədəbi növdə yazılıb, bəli, epik. Atalar sözləri ilə eyni ədəbi növdə yazılıb, bəli, epik, doğrudur. Gün və əsrə bərabər əsəri ilə bağlı düzgün ardıcıllığı müəyyən edin. Traktorçu Cüməli dayanmalarının səbəbini öyrənmək üçün yaxınlaşır. Baxaq, Yedigeyə bastırılmağa aparılan ölünün geri qaytarılmasının biabırçı olmasını Sabitcana başa salır. Bu əvvəldə baş verən məqamdır. 2-ni götürsə, əvvəl kimi. Boranlı Yedigeyin motorlarının söndürülməsini əmr etməyi. Aha, bu da əvvəldədir. Sonra Cüməli qəbir qazmağa getdiyini bildirir. Bu sonraki məqamlarda Yedigey Nayman ananın bastırıldığı müqəddəs qəbirstanlığa onlar üçün yol olmadığına məyus olduğunu bildirir. Bu dəfn zamanı baş verən məqamda. Deməli 5 bunlardan ən sonda olacaqdır. 5 ən sonda. İndi fikir verin. 5-dən qabaq 4-ün yazılmağı, bəli, qəbir qazmağa getdiyini bildirir. 4-dən qabaq 1 məsələsi də doğru, yaxınlaşır və 2 və 3. Birinci, Boranlı Yedigey motorlarının söndürülməsinə əmr edir. Yəni 3 birinci baş vermiş olur. Sonra da Yedigey başlayır Sabitcanı başa salmağa. Cavab olacaq C variantı. Baxaq, bir dəqiqə, hə. C variantıdır. Gün var əsrə bərabər romanı ilə bağlı cədvəldəki yanlış fikirləri müəyyən edin. Səbəb. Okubalı Yedigeyə Qazanqapın ölüm xəbərini övladlarına xəbər verməyin lazım olduğunu bildirir. Nəticədə Yedigey könülsüz olsa da razılaşır. Bu doğru fikirdir. Yanlışları istəmişdi bizdən. Okubala Qazanqapa nəyə ehtiyacı olduğunu öyrənmək üçün ona baş çəkməyə getdi. Qazanqapın cansız bədəni ilə rastlaşdı. Bu da doğrudur. 5 nəfərlik dəstə Qazanqapı ana beyt qəbirstanlığına bastırmağa yola düşür. Adamların adı səhv yazılıb, yəni sayı. Yolda aralarında ixtilaf düşür. Aha, bunu yanlış götürə bilərik. Boranlı Yedigey problemi həll etmək üçün Tansıkbayevə yaxınlaşır. Tansıkbayev verdiyi cavabdan Yedigey pərt olub geri qayıdır. Bunu da bəli bilirsiniz, problemi həll etmək üçün Yedigey sonradan yaxınlaşa bilmir. Çünki deyir, raket atılır, dəvə, it və adam qorxaraq qaçırlar. Yəni geri qayıdır, pərt olur və s. ifadələri yanlış olacaqdır. Sonra Yedigey Sabitcana ölünün geri qaytarılmasının doğru olmadığını deyir. Sabitcan Yedigeyin doğru olduğunu anlayıb onunla razılaşır.
Boranlı Yediye problemi həll etmək üçün Tansıkbayevə yaxınlaşır. Problemi həll etmək üçün Tansıkbayevə yaxınlaşa bilmir. Çünki problem nə idi? Ana beytə keçidin mümkün olmağı və bu da alınmır. Çünki raketlər atılır ard-arda. İnsan, dəvə və it qorxaraq qaçmış olurlar. Yəni bu ifadə yanlış olur. Problemin həll etmək məsələsi bir də harda önə çıxır. Yəni bunu hardasa necə düzgün götürmək olar? Belə ki, Yedigey əvvəldə başlayır öz medallarını, müharibədəki medallarını göstərməyə Tansıkbayevə. Bəlkə onu belə yumşaltmaq olar. O da alınmır. Yəni burada da pərt olmağını müəyyən mənada götürsək, bunu doğru cavab kimi götürə bilərik və keçirik indi 5-ə. Yedigey Sabitçana ölünün geri qaytarılmasının doğru olmadığını deyir. Sabitçan Yedigeyin doğru olduğunu anlayıb onunla razılaşır. Baxın, Sabitçana bunu deyəndə Sabitçan əvvəlcə razılaşmır. Deyir, yox, mən aparıram atamı Raziyezdə dəfn etməyə. Sabitçan fikri ilə Yedigey burada razılaşmış olur. Deyir ki, buna söz yox, ata sənindir. Amma təbiətin qanununu pozmaq olmaz. Məhz Yedigey Nayman ananın o məsələsini, əhvalatını xatırladandan sonra Sabitçan razılaşmağa başlayır. Yəni ölünün geri qaytarılması məsələsini deyəndə Sabitçan buna elə də əhəmiyyət vermir bu cümləyə. Yəni sırf nəticəsi bu olmadığı üçün yanlışdır. Çünki nəticədə Sabitçan razılaşmamışdı bu cümlədən sonra. 3 və 5-i biz yanlış cavab kimi götürə bilərik. Növbəti Manqurt əsərində hansı məqam Janların təəccübünə səbəb olur? Nayman ananın qəfil gəlişi bu yanlışdır. Manqurtun papağı sərras nişan alması, bəli, bunu doğru götürmək olar. Aytmatovun Gün və Rəsələ bərabər əsərinə əsasən cədvəldəki düzgün fikirləri müəyyən edin. Boranlı Yedigeyi narahat edir və Sabitçanı. Qazanqapın qəfil ölümü. Qəfil ölmür. Qazanqap xəstəliyə düçar olmuşdu. Bununla bağlı övladlarına məlumat da verilmişdi əvvəldən. Yəni gözlənilən idi onun ölümü. Bir, yəni yanlışdır. Biri biz yanlış olaraq çıxdıq. Ana beyt qəbirstanlığına girişin qadağan olunması bəli narahat edir. Sabitçanın vadənin özü yanlışdır. Sabitçanı deməli dəfn mərasiminin gecikməsi. Bunu bəli biz yanlışlıq kimi, doğruluq kimi götürə bilərik. Çünki qayıtmalıydılar, ehsan verilirdi onların evlərində. Ata qapılan insanların düşüncələri bu yanlışdır. Evindən, vəzifəsindən uzaq durmaq, bəli, bunu da doğru götürdük. Narahat edir dediyi üçün deməli 2, 4 və 6-nı doğru götürdük. Cavab oldu B variantı. Gün və Rəsələ bərabər romanında Yedigey obrazı ilə bağlı uyğunluğu müəyyən edin. Məqsədi, həmin məqsədin həyata keçirilməsində yaranan maneə. Məqsədi Qazanqapın vəsiyyətini yerinə yetirmək idi. 1A olmalıdır. Sabitçanın milli mənəvi dəyərlərdən uzaqlaşması maneə deyildi. B-ni belə çıxa bilərik. Baxaq C-yə. Ana beyt qəbirstanlığına gedən yolun tikanlı çəpərlə bağlanması, bəli, bunu biz maneə kimi 2-nin qabağına yaza bilərik. Cavab B. Aytmatovun Gün və Rəsələ bərabər romanında Yedigey obrazını narahat edir. Qlobal problem olan milli yaddaşsızlıq doğrudur. Ana beyt qəbirstanlığının taleyi, bəli. Sonra cəmiyyətdə milli birliyin olmaması, bu yanlışdır. Qazanqapın ölümü ilə bağlı Kubalanın fikirləri, bu da yanlışdır. Sabitçanın ona kömək etməkdən imtina etməsi, bu da yanlışdır. Yəni Yedigey fikirləşir ki, özü də öhdəsindən gələ bilər. 1 və 2-ni biz doğru cavab kimi götürdük. Gün və Rəsələ bərabər romanı ilə bağlı cədvəldəki yanlış fikirləri müəyyən edin. Tansıkbayev qəbirstanlığa gələnlərlə rusca danışmağı tələb etdim. Mənimlə deyir, bəli, rusca danış və nəticədə Yedigey israr etməyin faydasız olduğunu anlayır. Bunu biz doğru götürə bilərik. Yəni milli mənlik şuurundan könüllü şəkildə yəni məhrum olan, imtina edən insanlardan biri də Tansıkbayev idi burada. Bizdən yanlışları istəyir. Baxaq. Ana beyt qəbirstanlığına, yəni biri biz nə götürdük burada? Doğru götürdük. Yanlışları istədiyi üçün biri belə cavabdan çıxırıq. Ana beyt qəbirstanlığına gedən yol nəzarətə götürülmüşdü. Yerli xalq vətənindən uzaq çöllərə köçürülmüşdü. Köçürülmək deməyək. Sadəcə burada yəni bura keçməyə icazə verilmirdi. Yanlışdır. Gözətçi buranın nəzarətdə olan ərazi olduğunu və Sabitçana haradan gəldiyinin ona qətiyyən dəxli olmadığını qeyd edir. Bu fikir doğrudur. Sabitçan çaşıb qalır və Yedigeyə təni vurmağa başlayır. Bəli, bu ifadəni biz doğru götürəcəyik. Var belə bir məqam. Sabitçan atasının dəfninə gələnləri təhqir edir. Qazanqapın kürəkəni onunla sərt danışır. Bu da doğrudur. Sabitçan deyir ki, yenə də deyir, döyülmüş it kimi nə oldu? Geri qayıtdınız. Qazanqapın kürəkəni də cavab verir ki, aramızda deyir bir it varsa, o da sənsən. Deməli, bunu doğru götürdük. 3 və 4-ü cavablardan çıxsaq, hamısını çıxmalı olduq deyəsən. 2-ni götürdük, baxaq. Sabitçan Yedigeyə bir ölüyə görə onu işindən atacaqlarını əsəbi şəkildə bildirir. Bir ölüyə görə yox, yəni
sırf ana beytlə bağlı olan məsələyə görə onu nəzərdə tutaraq deyir. Yəni burada bir yanlışlıq var. Yedigey onunla etdiyi söhbəti nöqtə qoyur. Bəli, nöqtə qoyurdu, amma bir ölüyə görə məsələsi deyildi orada. 2 və 5-i götürdük. Tansıqbayev, deməli, Gün və Rəslə bərabər əsərindən və Şah Qacar Vaqif dramının obrazları üçün ortaq cəhət götürülə bilməz. Yerli xalqı yad adamlar adlandırır. Bəli, biz bunu ortaq cəhət kimi götürə bilmərik, çünki təkcə Tansıqbayeva aid fikirdir. Biri ortaq cəhət kimi götürə bilmədik. Doğma dilinə biganə münasibət bəsləyir. Bu doğrudur. Hər ikisi üçün ortaq cəhətdir. Həm Qacara, həm də Tansıqbayeva. İkini çıxırıq variantdan, çünki ortaq ola bilər. Milli mənəvi dəyərlərdən uzaqlaşıb. Bu da ikisi üçün ortaq cəhətdir. Sonra başqa xalqın dilinə daha çox önəm verir. Bu da yəni doğru fikirdir, çünki Qacar da Vaqifdən fars dilində yazmağı tələb edir. Tansıqbayev də o formada rus dilində danışmış olur. Önəm verdiyi üçün ortaqdır. Şeirə, sənətə yüksək qiymət vermək də Qacara aid olan fikirdir, yəni ortaq deyil. 1 və 5-i doğru cavab kimi götürdük. Gün və Rəslə bərabər və Dəli Kürbədiyyə əsərlərinin strukturuna aid ortaq cəhət, yəni struktur forma xüsusiyyətləri. Həyata əks etdirmə üsulu epik növüdür, doğrudur. Milli mənəvi dəyərlərə üstünlük vermək bu bədii struktur deyil. Janr, roman olmaqları, təsir ifadə vasitələrinin bolluğu, bu da doğrudur. Yazıçının bizə çatdırmaq istədiyi fikir bu da struktura aid olmayacaqdır. 1, 3 və 4-ü cavab kimi götürürük. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Manqurt övladın anasına münasibəti. Anasının laylasından təsirlənir, doğrudur. Anasının həyatına qəsd etdiyi üçün peşman olur. Bu fikir yox idi. Manqurtun janjanlara münasibəti. Onlardan qorxduğu üçün anasını öldürür. Onlardan qorxduğu üçün yox, papağını ona xatırlatdıqları üçün, yəni ehtiyat edir. Bunu biz yanlış götürə bilərik. Ən çətin və cansıxıcı işlərini yerinə yetirir. Bəli, bu doğrudur. Deməli, 1 və 4-ü buradan götürə bilərik. 1 və 4-ü cavablarda saxlayaq. Yazıçının bu obraza münasibəti törədilmiş cinayəti insanlığa qarşı işlədilmiş cinayət hesab edir. Bunu bəli, doğru götürmək olar. Ona qarşı nifrət və qəzəbi var. Bu isə yanlışdır. 1, 4 və 5-i cavab olaraq götürdük. Bugünlük bu qədər. Ümid edirəm ki, testlərin izahları sizlər üçün faydalı oldu. Belə tip izahların daha çox olmasını istəyirsinizsə, kanala abunə olub bəyənməyi unutmayın. Sağ olun.